Hər birini salamlayıram, hörmətli izləyicilər. Bu video izahımızda 22 may 2016-cı ildə bloka düşmüş, deməli, birinci qrup üzrə təbii ki, A variant suallarının gəlin izahına baxaq. Birinci sualdan başlayaq. Nədir birinci sualda? Birinci sualda deyilir ki, ən böyük 5 rəqəmli natural ədədlə ən böyük 2 rəqəmli natural ədədin ən böyük 5 rəqəmli ədəd hansıdır? Deməli, 99.999. En büyük rəqəmli ədəd 99'dur. Bunların fərqi 99.900'dir. Və bunun deyir, en büyük bir rəqəmli natural ədədlə bölürəm neçəyə? 9'a. O da bərabərdir 11.100. Doğru cavab olur 1 D variantı. İkinci sual. Konusun hündürlüyünü dəyişmədən oturacağın radiusun 4 dəfə azalsa. Deməli, əgər söhbət konusundan gedirsə, konusun həcmi V bərabərdir. V bərabərdir 3/1 pi r kvadrat vurulsun h-d hesablanır. V ilə h düz mütənasib olduğuna görə, əgər oturacağın, daha doğrusu r düz mütənasib olduğuna görə, radius 4 dəfə azalsa, deməli konusun həcmi 4'ün kvadratı, yəni 16 dəfə azalar. Doğru cavab olur 2 D variantı. Üçüncü sual. Kompleks ədədini cəbri şəkildə göstərin. Məxrəcin qoşmasına vuraram. 5 minus 8'i qoşması 0.8 minus 0.6'nın qoşması 0.8 plus 0.6 olar. Vuraram 0.8 plus 0.6 i'yə. Bax belə. Buradan da alaram ki, bərabərdir. Deməli, nə alaram? Məxrəc bizə 0.64 minus 0.36 i'nin kvadratını verir. Surəti vurub atsam 4 plus 3i minus 6 tam onda 4 i minus 4 tam onda 8 i'nin kvadratı. İ'nin kvadratı mənfi olduğuna görə bunu silirəm, bura bir plus yazıram. Bu belə. İ'nin kvadratı mənfidir. Silirəm, bir plus yazıram. 0.64'ün isə 0.36 gəlsəm 1 edər. 4'ün isə 4.8 gəlsəm 8.8 minus ifadəni sadələşdirsəm 3.4 i'yə bərabər olur. 3 doğru cavab olur B variantı. Sual 4. Funksiyanın təyin oblastını tapın deyir. Bu funksiyanın təyin oblastını tapmaq üçün kökaltı ifadə var. Hansı ki mütləq nə olmalıdır? 0'dan böyük bərabər olmalıdır. X minus 5 0'dan böyük bərabər, x böyük bərabər 5. Bax belə. Sonra 5 minus x də 0'dan böyük bərabər olmalıdır. Mənfi x böyük bərabər mənfi 5. Mənfiyə bölsək işarə dəyişər. X kiçik bərabər 5. Deməli, x elə bir ədəddir ki, həm 5'dən böyük bərabərdir, həm 5'dən kiçik bərabərdir ki, bu da yalnız 5'in özü ödənilir. Doğru cavab olur 4 D variantı. Sual 5. Vektorların cəmini tapın. Uyğun komponentləri cəmləməliyik. 3 plus mənfi 2 bərabər 1. Mənfi 1 üstə gələk mənfi 2 bərabərdir mənfi 3. 6 üstə gələk mənfi 1 bərabərdir 5. Doğru cavab olur 5 C variantı. Sual 6. ABCD rombunda, deməli bizə romb verir bu şəkildə. SK 3 kök altı 6 olsun. 3 kökdə 6. BAD 60 dərəcə. 60 dərəcəsə onda rombun iti bucağı belə bir hündürlüyünü çəkək bunun. Onda bu da oldu 60 dərəcə. 60 ise bu oldu 30 olsun. KCD 15 dərəcə. 15 dərəcəsə onda burada əmələ gələn KCH düz bucaqlı üç bucağı 45 dərəcə 30 15 45 dərəcəli bucaq əmələ gətirdiyinə görə bərabər yanlı düz bucaqlı üç bucaq olur. Yəni bu da olacaq 45 dərəcə bu şəkildə. Əgər bunun bərabər yanlı düz bucaqlı üç bucağın hipotenuzu 3 kök altı 6'dırsa, deməli kateti 3 kök altında 3 imiş ki, kök altında 2'yə vurub 3 kök altında 6 alıb. Sonra bu da 60 dərəcə. 60 dərəcə bucaq qarşısında duran katet 3 kök altında 3'süsə, deməli 30 dərəcə bucaq qarşısında duran katet 3 imiş. Hipotenuz oymuş 6. Bunun yəni neçənin yarısı 3 edər? 6'nın yarısı. Deməli rombun tərəfi neçə oldu? 6. Doğru cavab olur 6 Y variantı. Bərabərsinin təməlləri cəmini tapın. Modulun işarəsi kiçik olduğuna görə mənfi 13 kiçikdir 2 minus 3x kiçikdir müsbət 13. Hər tərəfdən 2'ni çıxsam 15 kiçik mənfi 3x kiçikdir 11. Mənfiyə bölsəm və sonra 3'ə bölsəm mənfi 3 tam 3'dəki kiçik x kiçikdir 5. Bu aralığa daxil olan ədədlər mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4. Müsbət mənfilər bir-birlərini islah aparır. Əlimizdə qalır 4. Tam əllərin cəmini soruşur. Doğru cavab olur 7 B variantı. Sual 8. Alfa bucağı 90 dərəcədən böyük, yəni kör bucaq olarsa
Çarpıcaqdırsa, onda qaydaya görə kökün altında 5'in kvadratı plus 12'nin kvadratı kiçik x kiçikdir. 5 üstə gələk 12. 13 kiçik x kiçikdir. Buradan 17 alırıq. Düzdürmü? X neçə alar? 14, 15, 16 alar. Ki bunların da cəmi 45'e bərabər. Doğru cavab olur 8. D variantı. Sual 9. Tənlinlər sistemindən x bölü y tapın. Birinci ifadənin hər tərəfini y-ə vuraram. X, y minus 1 bərabər 4y. İkincinin hər tərəfini x-ə vuraram. X, y minus 1 bərabərdir 12x. Bərabərliklərin əgər sol tərəfləri bərabərsə, məcbur bunların sağ tərəfləri də bərabər olmalıdır. 4y 12x'ə bərabərdir. Onda y bərabərdir 3x olmuş olur. X bölü y soruşursa, y-in yeni 3x yazarım. İxtisar gedər, qalar 3'də 1. Doğru cavab olur 9C variantı. Tənliyini həll edin. Deməli, mən bunu belə yazaram. A kvadratı minus B kvadratı. A minus B, A plus B şəklində. 4x minus 3 plus 4x plus 3 vurulsun. 4x minus 3 minus 4x minus 3 bərabər 96. Müsbət mənfi 3'lər getdi, qaldı 8x vurulsun. Burada müsbət mənfi 4x'lər gedir, mənfi 6 qalır. Mənfi 6 bərabər 96. 96'ın da deməli mənfi 48'ə bölsəm mənfi 2 doğru cavab olur 10 B variantı. Sual 11. Bərabərsizliyini həll edin. Deməli burada 5'in üstü kök altda x minus 2 bir t ilə əvəz etsəm 3 vurulsun t minus 5 bölünsün. T bölmə demək çünki bu. Minus 14 bölü 0. Hər tərəf t'yə vursam 3t'nin kvadratı minus 14t minus 5 böyükdür 0'dan. Vuruklarını ayırsam 3t'nin kvadratı minus 15t plus t minus 5 bölü 0. 3t'ni çıxarsam t minus 5 üstə gələk t minus 5 bölü 0. Sıfırları t minus 5 vurulsun 3t plus 1 bölü 0. Nə almış oluruq? Almış oluruq deməli mənfi 3'də 1 ilə müsbət 5. 6 versəm müsbət mənfi müsbət. Bizə müsbət aralıq lazımdır. Biz də bilirik ki üstü funksiya, yəni 5'in üstü kök altda x minus 2'ni t ilə əvəz etmişik. Mənfi qiymət ala bilməz. Yəni mənfilər ödənmir. Necə olmalıdır? 5'dən böyük olmalıdır. Bax bizə lazımdır 5'dən böyüklər. Bu zaman kökün altında x minus 2 böyükdür 1'dən. Hər tərəfi kvadratda yüksəltsəm x minus 2 böyük 1, x də böyükdür 3'dən. Və bir də kök altı ifadə x minus 2 0'dan böyük bərabər olmalıdır, x də böyük bərabər olmalıdır 2'dən. Baxın, 2'dən böyük bərabər, 3'dən də böyük olmalıdır. Kəsişmə hara düşür? 3'dən müsbət sonsuzluğa 11 doğru cavab olur A variantı. Sual 12. Çoxhədliyin qüvvəti ilə sərbəst hədin cəmini tapın. Qüvvəti ən böyük götürürəm. 6'nı vururam 13'ə, üstə gəlirəm. 2'ni vururam 3'ə, 6. 78 üstə 6 gəlsəm 84. Sərbəst həddir isə, sərbəst həddir. Mənfi 1'in üstü 13, mənfi 1'dir. 3'ün üstü 3, 27'dir. Bərabər mənfi 27'dir. 84 minus 27 çünki cəmlərin soruşur. Bərabərdir 57. Doğru cavab olur 12 Y variantı. Sual 13. Kvadratın tərəfindən keçən müstəvi. Baxın, kvadratı parallelogram kimi çəkirəm. Tərəfindən hər hansısa bir müstəvi keçirmişəm, keçirdim. Onun müstəvi ilə 30 dərəcə bucağı mənə gətir. Olsun. Kvadratın diagonalı ilə, bax bu diagonal olsun. Bu müstəvi arasındakı bucaq. O zaman diagonalın proyeksiyasını çəkirəm. Oldu mu belə? Bax bizə bu bucağı soruşur. Bunlar arasında qalan bucağı soruşur. Mən özümdən kvadratın tərəfinə hər hansı bir deyirəm 2 olsun. 2 olsa 30 dərəcə bucaq qarşısına kat hipotenuzun yarısına bərabərdir. Bu oldu 1. Əgər kvadratın tərəfi 2 isə diagonalı olacaq 2 kökdə 2. Düzdürmü? Burada belə bir düz bucaqlı 3 bucağa əmələ gəldi. Diqqətlə baxsaq sinus alfa nəyə bərabərdir? Qarşı katidin bitişik hipotenuza daha doğrusu nisbəti. Yəni kök 2 bölünsün 4. Alfa da bərabərdir. Arcsinus kök 2 bölək 4 doğru cavab olur 13 A variantı. Sual 14. Diagonalı 17'də oturacağın diagonalı 8 olan düzbucaqlı prizma. Bir dəqiqə çəkək bunu belə. Bu şəkildə düzbucaqlı prizmamız 1. Bu bizim düzbucaqlı prizmamız. Özünü oturacağın diagonalı olsun belə. Ya da bunu oturacağın diagonalı hələ çəkməyim. Özünün diagonalı 17. Baxın, özünün diagonalı 17. Oturacağın diagonalı 8 isə, eləmi? Onda burada düzbucaqlı 3 bucaqdan hündürlüyü alıram 15. Hardan aldım? 17'nin kvadratından çıxdım. 8'in kvadratı 225 verir mənə. Buradan da 15 çıxmış olur. Əgər kvadratın oturacağı deyir, düzgündürsə deməli bunun oturacağı kvadratdır. Kvadratın diagonalı 8 isə oturacağı deməli 4 kökdə 2'yə bərabər imiş. Belə. Həcmi isə S oturacaq vuraq hündürlüyə bərabərdir.
4 kök hətta 2-nin kvadratı. Hündürlüyü neçədir? 15. 32 vuraq 15 bərabərdir. Səhv etmirəmsə 480 etməlidir. Bəli, 480 doğru cavab olur. A variantı. Sual nömrə 15-ci sual. İfadəni sadələşdirin. Dərəcə salma düsturuna görə sinüs kvadratı 4-ün dərəcəsini aşağı salsam 1 minus kosinus 8 bölü 2-yə bərabər. Deməli, bu kök altı ifadənin yerinə kökün altında sinüs kvadratı 4 yazıram. Bunlar bir-birini aparır. Nə çıxır? Modulda sinüs 4 çıxır. Plus sinüs 4, plus 4. Gerisini köçürürük. Sinüs 4 radian olduğuna görə 4 radianı dərəcəyə çevirən 4-ü vuraram 57-yə 228 dərəcə. Üçüncü rübdə mənfidir. Deməli, mənfiyə vurub çıxardıram. Sinüs 4 plus sinüs 4 plus 4. Bir-birini islah apardı. Doğru cavab qaldı 15 C variantı. Sual 16. Bərabərliyindən. Bu siz nədir? Permütasiya x minus 1-dən 2 deməkdir bu əslində. Bərabərdir 12. Bərabərliyindən x natural qiymətlərini tapın. Təbii ki, burada x bərabərdir. Yerinə qoymaqla da yoxlaya bilərsiniz. 5 olacaq. Tutaq ki, deyirsiniz ki, mən yerinə qoymaq istəmirəm. Mənə həll lazımdır. O zaman həll edək. X minus 1 faktorial bölünsün. X minus 3 faktorial bərabər 12. X minus 1 faktorial yazaram ki, x minus 3 faktorial vurulsun. X minus 2 vurulsun. X minus 1 bölünsün. X minus 3 faktorial bərabər 12. Bir-birini ixtisar apardı. Əlimdə qaldı x minus 2, x minus 1 bərabərdir. Bərabər 12. Təbii ki, burada x bərabər 5. Çünki 3-ü mən ancaq 4-ə vursam 12 alınır. Doğru cavab olur 16 Y variantı. 17-ci sual. İfadənin qiymətini tapın. Bax, 2-nin üstü 3, 8 eləyir. 2-nin üstü 4, 16 eləyir. Deməli, bu x 2 ilə 3 arasında yerləşən ədəddir. Y isə 2 ilə 3 arasında yerləşən ədəddir. Çünki 5-in kvadratı 25, 5-in kubu 125 edir. 30 da bunların arasındadır. Deməli, təqribi qiymət götürürəm. Məsələn, x olsun 2/5 atıram. Y olsun, bu da olsun. Bu 3 ilə 4 arasında, üzürürsən. Bu 3 ilə 4 arasında. Aha, bu olsun 3/5, bu olsun 2/5. X-dən Y çıxanda müsbət, Y-dən 2-nin çıxanda mənfi, X-dən 4 çıxanda mənfi. Yox, bu müsbət. Hə, müsbət. Deməli, birinci olduğu kimi çıxır, ikinci olduğu kimi çıxır, üçüncünün yerini dəyişib çıxardırıq. Müsbət mənfi y-lər getdi, mənfi 2 plus 4 bərabər müsbət 2. Doğru cavab olur 17 B variantı. Sual 18. Funksiyanın törəməsini tapın. Deməli, qüvvət qabağa keçir 3. Əmsal ilə vurulur. 12 bir vahid azalır qüvvət. Kosinusun törəməsi sinusiz x sərbəst həddin, yəni sabitin törəməsi 0-a bərabər. Doğru cavab olur 18 C variantı. Sual 19. İfadənin qiymətini hesablayın. 1 bölünsün 5/3. Eləmi? 18 yazaram. 18-i 3/2. 8 yazaram 2/2. Bunu da hesablasam minus 5/2. Minus. Deməli. 27-yi yazaram 3/3. 12-ni yazaram 2/3. Neçələdir? 5/3. Oldu mu? 5/3 plus 5/2. Minus 4/2 bölək 10. Birbaşa irrasionallıqdan azad etdim. Qoşması, yəni daha doğrusu bir-birinə vursam ortaq məxrəc kimi A minus B, A plus B, A kvadrat minus B kvadrat olar. 25-i çavranda 75 minus 25-i çavranda 50. Bu mənim məxrəcim. Çarpaz vursam 5/3 plus 5/2 çıxaq. 5/3 üstə gələk 5/2 minus 4/2 bölək 10. Müsbət mənfi 5/3 üstlər bir-birini apardı. Qaldı 10/2 bölünsün 25. Deməli 5 ixtisar gedir. Burada qalır 2, burada qalır 5. Birbaşa 5'də 2 yazım. Minus 5'də bunu da ixtisar aparsam 5'də 2 kök 2. Eyni ifadəni bir-birindən çıxsam nə qalır? 0. Doğru cavabı oldu 19 D variantı. 20-ci sual. Gəlin bu müsbətini soruşsa tərəf-tərəfə çıxaq. Aşağıdan yuxarını çıxıram. Kosinus x kosinus y minus sinus x sinus y bərabər 2-də 1-dən 2-də 1 çıxanda 0. Bu mənə kosinus x plus y-in açılışını verir. Bərabər 0. 0'ı alır. Xüsusi hal 90 dərəcə. Pi bölü 2 plus pi k. Ən böyük mənfi qiymətini soruşursa k'ya mənfi 1 versəm pi bölü 2 minus pi bərabərdir mənfi pi bölü 2. Doğru cavab olur 20 C variantı. Ardıcılıqlardan hansı həndəs silsilədir? Həndəs silsilə təbii ki B1, B2, B3-dürsə B1 ilə B3-ün hasili B2-nin kvadratına bərabər olmalıdır. Bu da C variantını ödəyir. Və yaxud da 6-nı 4'ə vurublar 24, 24 4'ə vurublar 96. Yəni küsü 4'dür. Ona görə doğru cavab olur C variantı. Sual 22 trapesiya bölməsindəndir. Diagonalı 10 olub oturacaqla 15 dərəcə əmələ gətirən bərabər yanlı trapesiya. Deməli bu bizim trapesiyamızın diagonalı olsun bu şəkildə. Diagonalı 10'dur, düzdürmü?
15 dərəcəli bucağı əmələ gətirdi. Bu da 10. Əgər bura 15-dirsə, bura 15-dirsə, 3 bucağın 2 daxili bucağın cəmi onlara qonşu olmayan xarici bucağına bərabərdir. Yazaram ki, S bərabərdir 2-də 1 vurulsun, D1, D2 vurulsun, sinus alfa. İstənilən 4 bucaqlının sahəsi düsturudur bu. 2-də 1, diagonal neçədir? Görün baxın. 10 vurulsun, 10 vuraq. Sinus alfada sinus 30 dərəcə 2-də 1 deməkdir. Bu da bərabər 25. Doğru cavab oldu 25. 23-cü sual. AB çevrəyə toxunandır. AB bərabərdir. AY bərabər SY. AF 1-dirsə, FD-nin uzunluğu 15-dirsə, onda toxunan və kəsənin xassəsinə görə yazaram ki, AB-nin kvadratı bərabərdir. AF vurulsun AD. Yəni 1 vuraq 16 bərabər 16. Deməli, AB 4-ə bərabərdir. Düzdür. AB-nin 4-ə bərabər oldu, tapdıq. AB 4-dürsə, AF 1-dir. Onda AY də 4'dür. Onda bura qalır 3. SY də 4'dür. Oldu 4. AD neçədir? 16 da ümumi uzunluq. DF 15'dirsə, onda bunun uzunluğu olur 12. 7. Onda bu da olsun ikisi hər hansı bir. Kəskin iki vətənin xassəsinə görə 3 vuraq 12 bərabər 4 vuraq 2. 4x bərabər 36, x də bərabər 9. Doğru cavab oldu 9. Nömrə 24. Paltonun qiyməti 500 manat idi. Onun qiymətini 20% artırdılar. 500'ün 120%'ini tapıram. Vururam 120'ye bölürəm 100'ə. Bərabər olur 600. Daha sonra o 30% artırdılar. Vururam 130'a bölürəm 100'ə. Bərabərdir 780 manat. Sual nömrə 25. Baxaq. İbtidai funksiyasını tapın deyir uyğunluq üçün. Deməli, mən bunu belə bölsəm, ayrı-ayrıqda birincini 1 üstə gələk 1 bölünsün sinus kvadratı x alaram. Bu da nəyin deməli törəməsidir? 1 bölə sinus kvadratı x mənfi kotangens x-in törəməsidir. Üstə gələk 2 üstə gələk c. Bir də doğru cavab olur A variantı. Sonra görək başqa varmı? A-nın üstündən belə xətt çəkək. Sonra fx funksiyası x bərabər pi-də təyin olunmayıb. Bəli, məxrəci bunun sinusu yüksəsində 0 təyin olunmayıb. Oldu y. Bir də a y. 2-yə. İkinciyi yazarım. İntegral 1 üstə gələk 1 bölünsün kosinus kvadrat x dx. Dx-ləri unutduq. Aha, dx. O da bərabərdir. 1 bölü kosinus kvadrat x tangens x-in törəməsidir. Plus x plus c. 2 oldu B variantı. 3'e də olacaq. Nə? 1 plus tangens kvadrat x bizə nə verir? İntegral. Bu mənə 1 bölək kosinus kvadrat x verir. O da bərabər tangens x çıxır. Buradan plus c. D variantı. 1'ə a, y, 2'yə b, 3'ə d. Belə. Bu qədər. Növbəti izahımızda isə bunların ardı gələcək. Diqqətinizə görə sağ olun və hər birinizə uğurlar.